Tibbi ərazi bölmələrini İdarə Etmə Birliyi Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə bağladığı icarə müqaviləsinin müddətini azaldıb. Bölgə TV xəbər verir ki, Demokrat Ağzın əldə etdiyi məlumata görə, söhbətin deputat Cavanşir Feyziyevin oğluna məxsus ofis və ambar kompleksinin icarəsindən gedir. Belə ki, paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Abşeron küçəsi 142 ünvanında yerləşən həmin ambar kompleksi dərman preparatlarının saxlanması üçün istifadə olunur. Dövlət satın almalarının vahid internet portalında apardığımız müşahidələrə əsasən 2021, 2023 və 2024-cü illərdə ümumi sahəsi 12,55230 m2 olan həmin ofis və ambar kompleksinin icarə haqqı ilə bağlı Orxan Cavanşirlə bağlanılmış müqavilənin dəyəri həmişə 1.176.000 manat olub. 2024-cü ildə bağlanılmış müqavilənin müddəti ötən ilin sonlarında bitib. Amma təbib deputatın oğlu ilə müqavilənin müddətini daha bir uzatmayıb. Belə ki, ötən ilin oktyabrında müqavilə bir neçə ay üçün bağlanılıb və müddəti ictimaiyyətə tam bəlli olmayan müqavilənin maliyyə dəyəri isə 392.000 manat müəyyənləşir. Həmin müqavilənin müddəti bitdiyi üçün təbibin tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bu günlərdə həmin ofis və ambar kompleksinin icarəyə götürülməsi xidməti ilə bağlı Orxan Cavanşirlə yeni müqavilə bağlayıb. Bu dəfə də müddəti ictimaiyyətə açıqlanmayan müqavilənin maliyyə dəyəri 490.000 manat müəyyənləşib. Beləliklə, son maliyyə dəyərli müqavilə onu deməyə əsas verir ki, ya müqavilənin müddəti bir qədər də uzadılıb, ya da deputatın oğlu icarə haqqını bahalaşdırıb.